Salam. Bu günlər danışmaq istədiyim mövzu maraqdan çox daha kədərlidir. Deməli, ata-ana, valideynlər övladını polisə şikayət edib, çünki uşaq 18-19 yaşında olan oğlan uşağı aqressiv olub, onları döyməyə cəhd edib, ətrafdakı əşyaları atasına, anasına doğru atıblar. Səbəb isə yemək istəyib uşaq və ata-ana yemək verməkdən imtina ediblər. Və nəticədə uşaq aqressivləşib və nəticə olaraq ata-ana polisə zəng vurublar. Polis uşağı xəstəxanaya gətirir və biz məlumatlanırıq ki, xəstədə Prader-Willi sindromu var. Bəs Prader-Willi sindromu nədir? Prader-Willi sindromu 15-ci xromosomun xəstəliyidir. Hansı ki, bu əsasən uşaq yaşından ortaya çıxır bu xəstəlik, əzələ zəifliyi və xəstələrdə doyma refleksinin itməsi olur və bu xəstələr əsasən 150-155 sm boyları olur və çəkiləri aşırı yüksək olur və bu xəstənin çəkisi təxminən 160 kiloqram idi. Hansı ki, bu xəstələr doyma refleksi olmadığına görə daimi yemək yeyirlər və eyni zamanda da çox hallarda xəstələrdə zəka yetməzliyi olur və həqiqətən də əzələ zəifliyi olur və xəstəlik uşaq vaxtından artıq diaqnoz qoyula bilir və ömürləri çox çətin keçir belə uşaqların. Amma bu uşaqlar üçün də reabilitasiya mərkəzləri var. Sırf Prader-Willi sindromlu xəstələrin müalicəsi ilə məşğuldur və reabilitasiyası ilə məşğuldur. Belə uşaqlarını şikayət eləyən ana-ata artıq beziblər, yorulublar, bütün günü yemək istəyir uşaq və bunlar artıq çatdırıb yemək verə bilmirlər və yaxud da ki, verdikləri yeməkdən uşağın vəziyyəti pisləşir və uşaq bunu başa düşmür və sürəkli daim olaraq yemək tələb eləyir. Belə.